Dünən axşamdan bizim səfər üçün xüsusi hazırlanan atları minib, Cımcımaq kəndinin içindən keçərək üzü çaya doğru gedirik. Atla yürüyüş həm daha rahat, həm də ənənəvi bir təcrübədir. Xalaxil gölünə yol çox uzundur. Atla bu məsafəni qismən qısaltmaq olur. Qarşıda bizi çay yataqları, dar dərələr, sıx meşələr, yüksəkliklər gözləyir. Təxminən 2 saatlı yol gəlirik. İndi çayın dərəsi ilə gedirik. Onda deyim ki, Cımcımaq kəndinin ərazisindəyik və o dəniz səviyyəsindən təxminən 9000 metr yüksəklikdədir. Amma gedəcəyimiz yer isə dəniz səviyyəsindən 3060 metr yüksəklikdədir. Demək, əsas yolumuz hələ qabaqdadır. Daşlı çay dərəsi ilə 1 saata yaxın yol gedib, sonra meşəyə keçdik. Mamır basmış daşlar, ağaçlar, quşların səsi, çayın şırıltısı bizi əsl meşə ab-havasını yaşadırdı. Qafqaz dağlarının meşələri bu bölgəni turistlər üçün cənnətə çevirib. Çəmənliyə çıxan kimi isə atımı çapıb qrupdan biraz uzaqlaşdım.